Qarabağ və Şərqi Zəngəzur məktəblərinə açıq məktub. Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın 7C sinifi və sinif rəhbəri Elnarə Həsənovadan əziz Qarabağ və Şərqi Zəngəzur məktəbliləri. Sizə bu məktubu sevgi, qürur və qardaşlıq hissləri ilə yazırıq. Hər birinizin addımı, hər gülüşünüz, hər dərsə gəlişiniz bizim üçün azadlığın səsi, vətənin nəfəsidir. Zəngəzur torpaqlarında yenidən səslənən uşaq gülüşləri bizim ən böyük sevincimizdir. Biz bilirik ki, bu torpaqların hər qarşı qəhrəmanlarımızın qanı ilə azad edilib. İndi orada siz, yəni gələcəyin işıqlı nəsli böyüyürsünüz. Siz oxuduqca, öyrəndikcə, arzularınıza doğru irəlilədikcə bütün Azərbaycan sizinlə qürur duyur. Biz sizə Gəncədən salam göndəririk. Mehribanlıq, dostluq və birliyin salamını. Arzularımız birdir, yolumuz eynidir. Biz hamımız bu vətənin övladlarıyıq. Bir gün Qarabağda, Zəngəzurda, Şuşada, Laçında, Kəlbəcərdə bircə oxuyacağımız, birgə güləcəyimiz günlərin olacağına çox inanırıq. Sizinlə görüşəcəyimiz canlı görüşlər üçün çox səbirsizlənirik. Uğurlar sizə, azad torpaqların xoşbəxt uşaqları. Qoy sizin siniflərinizdə daim elm, dostluq və sülh hökm sürsün. Biz sizinləyik, ürəklərimiz Qarabağla döyünür. Sevgi və qürurla Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın 7C sinifi və sinif rəhbəri Elnarə Həsənova.